Sizlərə salamlayıram. Döşbatanda yerləşən Kars Ailəvi restoranından bir-birinə gözəl təyamlar təqdim edirəm. Keçən manqalxanamıza inşallah. Bura bizim manqalxanamızdır. Gördüyünüz kimi bütün farez zakazımız var. Elə doğramışıq, bütöv qoymuşuq. Ekskluziv kartof quyruq, 7-8 kiloluq uzun yumuşaq tikələri, lapatkası. Burada da təyamlar Döşbatandadır, yəni Kars Ailəvi restoranında kisə qazan yeməklərini təqdim eləmək. Orada da bir-birindən güzel qazan yeməklərimizdir. Kənd xoruzunun çığırtması, təmiz mımızlı xoruzdur. Şirəli dana beli. Çox oğlanın arzusudur bu yeməyi yemək burada. Həftədə bir dəfə pişirir, siz də yararlana bilərsiniz. Güzdə küftə bozbaşı, şirəli çəpiş. Görürsünüz də qavırğası ipsika boydadır da, yəni 7-8, hələ 6 kilo çəpişlərə gəlir ki, o sırf bizdə təndir üçündür. Quzu buğlama, maçalar, 10 kiloluq quzu, xoruzun dar dokumenti, damaşıq şorka, baş ətindən pişiririk, öz şirəsində. Göbələkli dana, qaymaqlı da verə bilirik və şirəli dana ekskluziv yemək, bizdə ən çox satılan yeməklərdən biridir. Vişnəli dana, siveji vişnə, zoğal məti, bunun sirri tam başqadır. Keçək bir-birinə güzel kebablarımızı təqdim edəyək. Burada qutab kebabımızdır, ekskluziv. Quzunun tikəsi, antrikotu, quyruğu, toyuq kebabı, ciyəri, quzunun dar dokumenti, mal ciyəri, quzun ürəyi, böyrəyi, xan kebabı, şapalağı, ünvan Döşbatanda yerləşən Kars Ailəvi restoranı Nizam Küçəsi 112 Botlar Beyzə konum mövzusu. Siz də gəlib gözəl təyamlardan dada bilərsiniz. Buyurun.